İlk önce onu demək istəyirəm ki, günümüzdə egzozomlar və yaxud kök hüceyrə mühiti, bəzi preparatlar mən çox görürəm kosmetoloqlar tərəfindən kök hüceyrə adı ilə istifadə olunur, paylaşılır, kök hüceyrə tətbiq edilir. Xeyr, əsla tərkibində canlı hüceyrə olmayan heç bir preparat, heç bir prosedur, kök hüceyrə proseduru adlandıra bilməz. Kök hüceyrə, ən çox dünyada və ölkəmizdə mənim istifadə etdiyim mezenximal kök hüceyrədir. Hansı ki, yeni doğulmuş uşağın göbək bağının vatonjel hüceyrələrdir. Niyə məhz yeni doğulmuş uşağın göbək bağı? Çünki onlar ən kiçik hüceyrələr olduğuna görə, ən gənc hüceyrə olduğuna görə böyüməsi, bölünməsi, regenerasiyası çox güclüdür. Ona görə ondan istifadə olunur, istər estetik kosmetologiyada, üz, boyun, dekoltə, əllər və saça, istərsə də digər patologiyalarda, diz olsun, reumatoid artrit xəstələri olsun, hətta sonsuzluqda belə, qaraciyərin regenerasiyası, daxili orqanların problemində belə istifadə olunan bir prosedurdur. Alma mənbələrinə görə müxtəlifdir, amma biz ən çox mezenximal kök hüceyrədən istifadə edirik, çünki ən gənc hüceyrə olduğu üçün, bayaq qeyd etdiyim kimi, digər qarın peyindən və s. alma mənbələri müxtəlifdir. Qaldı ki, estetik kosmetologiyada bəli, niyə görə ən yaxşı prosedur sayılır? Çünki pasiyentə 30 milyon canlı hüceyrə birbaşa eyni anda köçürülür və onun effekti anında başlayır, 6-8-ci ayda pik effekti pasiyent görməyə başlayır və pasiyentin üzündə heç bir dolğu, botoks, biorevitalizasiya, heç bir prosedur, yad bir maddə olmadan allagen hüceyrə, öz hüceyrəmizdir zaten. Ona görə bu köçürülür, heç bir yad hüceyrə olmadan pasiyentin üzündə təbii gəncləşmə. Ləkə varsa onun ləğvi, çapıq varsa onun ləğvi, amma bu anında, bugün köçürdük, sabah bütün qırışlarımız açılacaq, belə bir şey hər zaman pasiyentə izah edirəm. Sabah yanağımızda bir dikləşmə olacaq və yaxud yorğun ifadənin getməsi olacaq. Xeyr, bu zamanla 5-7 il qalıcılığa sahibdir. 5-7 il ərzində öz effektini göstərəcək və pasiyentlər hər zaman, hər gün oyandığında, güzgüyə baxdığında dünənkindən daha canlı üzərini görəcək.